Rəşad müəllim, tövbə olunan günahlara görə insan sorğu-sual olunacaq. Burada qardaşım məsələ ikidir. İki məsələ var. Var əzab, iqab, cəza. Var soruşulma. Məsələn, bir insan günah edib, tövbə edib. Burada iki məsələ var. O günahına görə əzab verilməsi, var soruşulması. Əzab məsələsi bütün alimlər ittifaq ediblər ki, nusus açıq-aydın şəkildə dəlalət edir ki, o insana əzab yoxdur. Nə qəbirdə, nə axirətdə, nə də cəhənnəmdə ona əzab verilməyəcək. Çünki günaha görə əzab nə vaxt verilir? İnsana əzab nə vaxt verilir? O günahın qalıb, tövbə etməmisən, açıqlıqdadır. Əzab ona görə verilir. Əgər bu günaha görə tövbə etmisənsə, deməli, əzabın səbəbi, əzabı gətirən şey qalxıb. Əzab bir mənalı olaraq yoxdur. Ona görə Şeyxülislam İbn Teymiyyə rahimehullah bu barədə deyir ki, heç bir diyarda, heç bir yerdə o insana əzab verilmir. Lakin qaldı nə məsələ? Soruşulma. Yəni o günah səhifədə qalır yoxsa yox? Səhifədə qalırsa soruşulacaq. Bir qrup alimlər deyiblər ki, o günah silinmir, qalır səhifədə. Sahibinə qiyamət günü saxlanılıb deyiləcək ona ki, səndə bu günahlar var və sən tövbə etmirsən. Hər bir halda silinmir, soruşulacaq, deyiləcək ona, göstəriləcək ona. Bunlar bir qrup alimlər deyib bunu əsaslanıblar bir neçə ayə və hədislərə. Məsələn, Allah Subhanahu və Teala Zəlzələ surəsində deyir: "Və men ya'mal misqala zərratin şerran yarahu." Kim xırda zərrə qədər bir şər əməl edərsə, görəcək onu. Görəcəksə deməli silinməyib və həmçinin bəzi ayə və hədislərə əsaslanıblar. Bu görüş Həsən Basrinin görüşüdür. Həmçinin Bilal ibn Sa'd bu görüşü deyib və bir çox təfsirçilər bunu deyiblər ki, silinmir. Bir qrup alimlər də deyiblər ki, o günah silinir. Tövbə olunan günah silinir, səhifədə qalmır və tərəziyə də qoyulmayacaq. Çünki yoxdur. Bunlar da əsaslanıblar nususun bir hissəsinə. Məsələn, Allah Subhanahu və Teala buyurur: "İnnel həsənət yuzhibnə seyyiət." Yaxşılıqlar günahları, pislikləri aparır, yaxşılıqlar. Tövbə ən böyük yaxşılıqdır, aparır. Yaxud Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, sahabəyə günahdan sonra fəətbi əseyyiətəl həsənətə təmhuhə. Günahdan sonra yaxşılıq et ki, onu silib aparsın. Bunlar deyiblər ki, tövbə etdikdən sonra əməl səhifədə qalmır, silinir. Bu ikinci görüşdə olan alimlərdir. Allah daha doğrusunu bilir, hansı düzgündür.